Belçikanın paytaxtı Brüsseldə təhsil islahatlarına qarşı keçirilən etiraz aksiyası zamanı polis və nümayişçilər arasında qarşıdurma yaşanıb. Aksiyada əsasən tələbələr, müəllimlər və təhsil işçiləri iştirak ediblər. Onlar hökumətin universitet təhsil haqlarını 35% artırmaq planına, həmçinin bəzi müəllimlərin əlavə əmək haqqı almadan həftədə daha 2 saat dərs keçməsini nəzərdə tutan dəyişikliklərə etiraz edirlər. Etiraz zamanı şəhərin mərkəzində gərginlik yaranıb. Bəzi yerlərdə küçə avadanlıqlarına ziyan dəyib. Polis isə vəziyyəti nəzarət almaq üçün göz yaşardıcı qazdan istifadə edib. Brüsselin mərkəzi Varzala ətrafında yollar bağlanıb və sakinlərə həmin ərazidən uzaq durmaq tövsiyə olunub. Hökumət bu addımların büdcə xərclərini azaltmaq və təhsil sahəsinə əlavə vəsait yönəltmək məqsədi daşıdığını bildirsə də, etirazçılar bunun həm tələbələrin təhsil imkanlarını məhdudlaşdıracağını, həm də müəllimlərin iş şəraitini ağırlaşdıracağını deyirlər. Qeyd edək ki, Brüssel Avropanın ən beynəlmiləl şəhərlərindən